Sabahınız xeyir, gününüz aydın olsun değerli tamaşaçılarımız. Hər birinizi xoş gördük səhərin bıçağında. Səhərin bıçağında yəqin ki tezdən oyananlar Lider televiziyasının efirindən, ekranından görüş filmini seyr etdilər. Bilirəm ki bu filmi Azərbaycanlı olan hər bir kəs çox bəyənir, çox sevir. Bu filmdə çəkilən aktyorları hər birimiz sevirik və elə bu filmin havası insanda bir yüksək əhval-ruhiyyə yaradır. Bəli əzizlərimiz, Azərbaycanda kinonun tarixi gedir çıxır 1898-ci ilə. Mişon fotoqraf Bakıda, Balaxanıda neft mədənində yanğın, Bibi Heybətdə neft mədənində fontan, bax belə bir xronoloji sujetlər çəkdi və bununla da Azərbaycanda kinonun təməlini qoydu. Daha sonra onlarca film çəkildi və bu filmlərin içərisində ən gözəl filmlərimizdən, məsələn, Üzeyir Hacıbəylinin elə Arşın Malınan filminin ilk versiyası oldu ki, çox gözəl film kimi Azərbaycan kino tarixinin yaddaşına yazıldı. 20-ci illərdən sonra Azərbaycanda bir Sovet kinosu dönəmi yarandı. Bizim çox sevdiyimiz filmlərimiz yarandı. Şərikli Çörək, Ulduz, bizim Cəbiş müəllim. Bunların sayını artırmaq olar və nəhayət Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Azərbaycan kinosu üçün daha bir dövr başladı. Kimi bu dövrə cürbəcür adlar qoydular. Kimi dedi ki, Azərbaycan kinosu tənəzzülə uyğuradı. Kimi dedi ki, Azərbaycan kinosu keçid mərhələsini yaşayır. Kimi dedi, hələ biz inkişaf yolunu keçirik. Bir sözlə, hərə bir söz dedim. Amma kino bizim kinomuzdur. Biz özümüzü sevirik kino ilə. Çünki hər bir xalq kinoda elə özünü təqdim edir. Deyir, kino çox qəliz məsələdir. Biz də ki, qəliz məsələləri sevən xalqıq. Değerli tamaşaçılarımız, bugün sizinlə biz səhər çağında kinomuz haqqında, bizim kinomuz haqqında, Azərbaycan kinosu haqqında danışmaq istəyirik və mən dəyərli qonaqlarımızı təqdim etmək istəyirəm sizə. Nadir müəllimi təqdim edəcəm səhər-səhər. Nadir müəllim o insanlardandır ki, Azərbaycan kinosu tarixində onun belə deyək, adı xüsusilə qeyd olunur. Çünki Nadir müəllim Sovet dönəmində belə deyirdilər, kino direktoru. Kinonun icraçı direktoru hər şey Nadir müəllimin bir imzasıyla baş verirdi. Hal-hazırda isə belə deyirlər, kino prodüseri. Nadir müəllim, xoş gəlmişsiniz, səfa gətirmişsiniz və mən xüsusilə bizim gənclərimizin kinoya olan belə sevgisini görəndə həddindən artıq sevinirəm və Ayşad kimi gənclərimizlə də qürur duyuram. Ayşadın filmləri artıq festivallarda Azərbaycan kinosu kimi təqdim olunur. Xoş gəlmişsən Ayşad, sabahınız xeyir olsun. Və dəyərli televiziya tamaşaçılarımız, sözsüz ki, səhər çağının səhəri musiqisiz keçmir və mən məmnuniyyətlə bizim sevilən müğənnimizi və səhər çağının belə deyirəm, dostlarından olan Rəhəngiz xanımı dəvət etmək istəyirəm. Xoş gəlib, səfa gətirib. Mən bilirəm ki, Rəhəngiz xanım bir gözəl mahnı ifa eləyəcək. Özləm Rəhəngiz xanım elə kino adamıdır. Ömrüm deryalara çıkan gemidir. Ben dolma kendim, benim limanım. Ora tələsirəm, qışla baharla. Mehriban küləyi, rəhmədir mənə. Bağımdan ucalan çınarlar, sanki yalan kimi əlidir mənə. Gəlib oradan susur əsən tufanım. Mənim doğma kəndim, mənim limanım. Gəlib oradan susur əsən tufanım. Mənim doğma kəndim, mənim limanım. Çekilen yollardan çenim dumanım. Gözüm sahildedir, özüm denizde. Benim doğma kendim,
benim limanım. Ona tələsirəm qışla baharlar, mehriban küləyi nəğmədir mənə. Bağımdan ucalan qoşa çınarlar, sanki anam kimi əl edir mənə. Yəni buradan susur əsən tufanım, mənim doğma kəndim, mənim limanım. Yəni buradan susur əsən tufanım, mənim doğma kəndim, mənim limanım. Ona tələsirəm qışla baharlar, mehriban küləyi nəğmədir mənə. Bağımdan ucalan qoşa çınarlar, sanki anam kimi əl edir mənə. Yəni buradan susur əsən tufanım, mənim doğma kəndim, mənim limanım. Yəni buradan susur əsən tufanım, mənim doğma kəndim, mənim limanım. Yəni buradan susur əsən tufanım, mənim doğma kəndim, mənim limanım. Yəni buradan susur əsən tufanım, mənim doğma kəndim, mənim limanım. Yəni buradan susur əsən tufanım, mənim doğma Sabahınız xeyir Rəhəniz xanım, necəsiz? Necə olacağım? Burada gözəl insanları, sənətçiləri, sənətkarları görəndə gözəl. Biz də sizi gördük, Çox əhvalımız sağ yüksək olun, oldu. çox sağ olun. Mən məhz bu mahnını niyə ifa elədim? Bizim gözəl, hər zaman sevilən, yaşayan Emin Sabitoğlu'nun musiqisidir. Sözləri Nəbi Xəzrinin. Düzdür, film üçün yox, bu tamaşa üçün yazılmışdı. Amma gözəl mahnıdır. Bəli. Gözəl mahnıdır. Hər biriniz xoş gəlmisiniz və mən tamaşaçılarımıza demək istəyirəm ki, dəyərli tamaşaçılarımız bu günləri bizim filmlərimizdən danışacağıq və sözümüz də belədir. Biz kino çəkə bilirikmi? Mən istəyərdim ki, bizim tamaşaçılarımız, daimi izləyicilərimiz, Nadir müəllim əyləşib burada, bizim gənc rejissorumuz Ayşat əyləşib burada. Suallarınızı yağdıra bilərsiniz. Kino haqqında nə ürəyiniz istəyir sualları buyurun. 510-38-06 sizin zənglərinizi gözləyirik. Nadir müəllim, nə var, nə yox deyir, bu kino var, çox qəliz məsələdir. Həm qəliz, həm də çətindir. Ümumiyyətlə, kino böyük bir təsərrüfatdır. Bəli. Və onunla da bərabər gözəl incəsənət nümunəsidir. Bu baxımdan kino hər bir dövlətin önəmli bir sahəsidir. Bəli. İnsanlar burada cürbəcür peşələrlə məşğuldurlar. Yəni, ssenari müəllifindən tutmuş. Zəhmət olmasa mikrofonu da götürün Nadir müəllim. Hə, buyurun, buyurun, davam edin. Ssenari müəllifindən tutmuş, rejissorun Adi Fəhliyə qədər filmin istehsalında iştirak edirlər. Və burada da bəyan dediyim kimi texnika var. Yəni, böyük bir təsərrüfatdır və bu təsərrüfatı belə deyək, idarə edib sonda bir film ortalığa çıxartmaq çox çətin və qəliz bir məsələdir. Ay Nadir müəllim, bu təsərrüfatı o qədər rəhbərlik edib, o qədər filmlər ortaya çıxartmışsınız. Bəli, mən ümumiyyətlə hər mən deyirəm, məsələn, çörək pişirən çoxdur, amma yaxşı çörək pişirən azdır. Düzdür. Hər peşəni göyə qaldırmaq olar, hər peşəni də aşağı salmaq olar. Mən bu illər boyu çalışmışam, o tutduğum belə deyək, vəzifənimi ya peşənimi çalışmışam ki, adı çıxsın o peşənin, onu qorumuşam.
onu heç kəsə belə deyək verməmişəm. O mənadakı Sizin elə çəkdiyiniz filmlərdən bu məlumdur. Çünki bizim ən sevdiyimiz filmlər, icazə verin mən elə bir sıralama eləyim, yadımda qalanlar. Məsələn, ən gözəl filmlərimizdən Bəyin Oğurlanması. Ən gözəl filmlərimizdən, siz də varsınız. Mən varam, yox, mən orada mahnı ifa Mahnı eləmişəm. ifa eləmişsiniz. Yaman eşqə düşmüşəm, dözməyir ürək. Mən Firəngiz Rəhimbəy və bir də Şəbnəm tapdıq. Aha, deməli sizin də ifanız var orada. Təxminə filmi. Çox gözəl filmdir. Bizim doğrudan da o sənət əsəridir ki, deyirik, bax o filmlərimizdəndir. Daha sonra son çəkdiyiniz elə mən ki, yox, qorxma mən səninləyəm. Qusmanla birlikdə. Birinci və ikinci. Birincini və ikincini. 20 ildən sonra yenisini. Maşallah belə gəncdir. Dəyərli tamaşaçılarımız, biz tələbə olanda, televiziya rejissoru fakültəsində oxuyanda o vaxt bizə icazə vermişlər, belə deyək, vərəqə vermişlər kinostudiyaya daxil olmağa. Biz onda tələb idik və Nadir mən belə cavan qalmağına baxmayın, Nadir müəllim köhnə adamlardandır. Və Nadir müəllimə baxırdıq ki, hə, bax bu filmin direktorudur. Bu nə dedisə odur. Mən həqiqətən qürur hissi ilə bunu deyə bilərəm ki, mən 28 yaşım var idi. Böyük iki seriyalı belə deyək, o vaxtı belə deyək, mərkəzi televizyon sifarişi ilə çəkilən bir filmin direktoru olmuşdum. O belə deyək, vəzifəni mənə həvalə etmişdi kinostudiyanın rəhbərliyi. Və o vaxtda demək olar ki, Azərbaycanda ən gənc direktordum, film direktoru idim. Amma bu artıq mənim ikinci, üçüncü film idi. Ondan qabaq mən Gülbəniz Əzimzadə ilə adanı özünlə apara bilməzsən. Gülbəniz xanımla da işləmir. Elə bir rejissor yoxdur ki, Nadir müəllim onunla işləməsin. Deyəsən, artıq sizə zəng var. Alo. Buyurun. Alo. Zəng eləyən kimdir bizə? Deyəsən, zəngimiz alınmır. Eybi yox, zəng eləyən tamaşaçımıza söyləyirik ki, bir daha cəhd eləyin və Nadir müəllimə verəcəyiniz sualları verin. Ayşad, sizdə vəziyyət necədir? Biz belə mediadan oxuyuruq ki, Ayşadın filan filmi, filan festivala getdi, filan yerdə mükafat aldı. Çox sevinirik həqiqətən. Çox sağ olun dəvətinizə görə. Oradan da filmlərim iştirak edir festivallarda. İndi qısa metrajlı son filmim 3 festivalda iştirak eləyəcək. Və daha sonra yəqin ki, planlarda tam metrajlı filmlər çəkmək var. Ayşad, elə bir dövrdə siz kinoya gəlmişsiniz ki, mən biraz öncə qeyd etdiyim kimi, belə deyək, teatrşünaslar, jurnalistlərin özləri, belə deyək, kino təqlidçiləri hərənin kinoya, Azərbaycan kinosuna bu dövrdə bir cürə yanaşdığı dövrdə gəlmişsiniz. Yəni, gənclərin çoxu cəhd eləmirlər. Televiziya axın var, düzdür Nadir müəllim? Televiziya bir axın var. Amma kinoya hamı tərəddüd edir. Kinoya gedim, getməyim. Kino elə bir sənət ki, birinci gərək ona sevgin ola, böyük bir marağın ola. Hardan olub səndə o maraq, sevgi? Mən düzü uşaqlıqdan incəsənətə çox böyük marağım var. Uşaqlıqdan rəssamlıqla məşğul olmuşam. Daha sonra İncəsənət Universitetinə daxil olandan ideyalar gəlirdi ağlıma. Qısa hekayələr, ssenarilər. Düşündüm ki, cəhd eləyim, bunu ekranlaşdırım. Və başladım institut dövrlərindən qısa metrajlı filmlər çəkməyə Özbəcəmə və bir neçə festivallarda iştirak elədim. Azərbaycan Ailəsi Filmlər Festivalında qalib oldum. Festivalda biz də iştirak edirik və elə mən Ayşadı, dəyərli tamaşaçılarımız, bax o festivaldan tanıyıram. Və daha sonra Mədəniyyət və Turizm Nazirinin dəstəyi ilə Ümumrusiya Kinematografiya Universitetinə daxil oldum, oxudum, bitirdim və Yenidən vətəndəsən. Vətənə qayıtdım, bəli. Əslində elə bir yeri bitirmisən ki, oranı bitirib, oradakı o təcrübəli kino rejissorlardan, müəllimlərdən, pedaqoqlardan dərs alıb, təcrübə toplayıb yenidən qayıtmağım. Bilirəm ki, uğurlu filmlərin olacaq. Bu arada, hörmətli tamaşaçılarımız, biz də öz növbəmizdə səhər çağına dəstək olan Elmət Tibb Mərkəzinə təşəkkürümüzü bildirmək istəyirik. Sağlığınızın qeydinə qalırsınızsa, Elmət Tibb Mərkəzi hər zaman sizin yolunuzu gözləyir, hörmətli tamaşaçılarımız. Diqqətinizə yetirim ki, Elmət Tibb Mərkəzində siz biokimyəvi, hormonal və infeksiya, bax bu analizlərdən laboratoriyada keçə bilərsiniz. Ultrasəs müayinəsindən keçə bilərsiniz. 4D rejimli Doppler ultrasəs aparatı var və xanımların diqqətinə yetiririk ki, çox məşhur ginekoloqlarımız məhz elə Elmət Tibb Mərkəzində fəaliyyət göstərirlər. Lor kabinetdən istifadə edə bilərsiniz. Həm müalicə üçün, həm də müayinələr və siz əgər lor estetik əməliyyatlar
keçirmək istəsəz, elə cərrahiyyə şöbə də hər zaman sizin ixtiyarınızdadır. Stomatoloji ayrıca bir şöbəsi var Elmə Tibb Mərkəzinin. İmplantlardan istifadə etmək istəsəz, bax burada da məşhur həkimlərimiz var. Və bir daha qeyd etmək istəyirəm ki, Elmə Tibb Mərkəzinin Azərbaycanın ən məşhur cərrahlarının toplandığı bir cərrahiyyə şöbəsi var. Xüsusilə mən Elmə Tibb Mərkəzinin oktyabr ayının 3-4 tarixlərində Qurban Bayramı ərəfəsində sizə təqdim edəcək xeyriyyə aksiyasını diqqətinizə yetirmək istəyirəm. Bütün həkimlərimizin konsultasiyaları tamamilə pulsuz həyata keçiriləcək və müayinələr isə 30% endirimlədir. Bundan mütləq istifadə edin. Hal-hazırda ayrılırıq reklamlara. Reklamlardan sonra bizim kinodan yenidən davam edəcəyik. Kara gözlü Medine, şirin sözlü Medine, ufuk kemalı huymun, ne danışan Medine. Küsme küsme yarım, hoş avazlı yarım, birce gülüşünden oldum deli yarım. Birce gülüşünden oldum deli yarım. Eşke siriyem gözümden gitme, seven kalbimi peşman etme. Seni sevmeyim olup günahım, sensiz açılar mı hiç sabahım? Her nazına dözerim, her cefalı çekerim. Peki sen de sevirem, ben güzel Medine. Her nazına dözerim, her cefalı çekerim. Peki sen de sevirem, ben güzel Medine. Küsme küsme yarım, hoş avazlı yarım. Birce gülüşünle oldum deli yarım. Birce gülüşünle oldum deli yarım. Küsme küsme yarım, hoş avazlı yarım. Birce gülüşünle oldum deli yarım. Birce gülüşünle oldum deli yarım. Çalar Medinem, kalbim ağlar Medinem. Silinmezdi sinemden, mehbetin Medinem. Küsme küsme yarım, hoş avazlı yarım. Birce gülüşünden oldum deli yarım. Birce gülüşünden oldum deli yarım. Eşk esiriyem gözümden gitme, seven kalbimi peşman etme. Seni sevmeyim olup günahım, sensiz açılar mı hiç sabahım? Her nazlı dönem, her cefalı çekerim. Seni sen de sevirem, ben güzel Medinem. Her nazlı düzenem, her cefalı çekerim. Seni sen de sevirem, ben güzel Medinem. Küsme küsme yarım, hoş avazlı yarım. Birce gülüşünden oldum deli yarım. Birce gülüşünden oldum deli yarım. Küsme küsme yarım, hoş avazlı yarım.
bircə gülüşündən oldum dəli yarın. Bircə gülüşündən oldum dəli yarın. Küsme yarın, boş avazlı yarın. Bircə gülüşündən oldum dəli yarın. Bircə gülüşündən oldum dəli yarın. Küsme yarın, boş avazlı yarın. Bircə gülüşündən oldum dəli yarın. Bircə gülüşündən oldum dəli yarın. Təşəkkür Rəngsan. Buyurun, əyləşin. Hörmətli tamaşaçılarımız, bir neçə maraqlı məlumat diqqətinizə yetirmək istəyirəm. Deməli, Kanadalı bir oğlan, gənc oğlan, 27 yaşı var, jurnalistdir, adı da Filipdir. Filip 2012-ci ildən deməli bir səyahətə çıxıb. 3 atı ilə bərabər Kanadadan deməli atlarla keçib Meksikaya, oradan da keçib Braziliyaya və bunun məqsədi nədir? Latin Amerikasında narkotikaya qarşı mübarizəyə qoşulmaq. Bu deməli bütün bax bu 2 il ərzində keçdiyi yollarda narkobaronlarla görüşüb. Hətta elələri olub ki, onu evində qonaq da saxlayıb, iqamətgahında qonaq da eləyib və Filipin belə bir arzusu var. Filip artıq gəlib evlərinə çıxıb və istəyir ki, gördüyü bütün bu hadisələri filmləşdirsin. Bir film çəksin, sənətli bir film çəksin və dünya ictimaiyyətinə təqdim eləsin. Mənə elə gəlir ki, onun gördüyü bütün bu hadisələri əks etdirən film hər kəs üçün maraqlı olar. Və bir nəzərinizə bir şey yetirmək istəyirəm. Bu kinoda belə bir şey var. Nadir müəllim, 25-ci kadr. Bunu çox adam bilir, amma bilməyənlərin nəzərinə yetirmək istəyir ki, bu 25-ci kadr nədir? Əslində belə deyək, kinoda 24 kadr məsələsi var. Kino saatla belə hesablanır. Saat, dəqiqə, saniyə və saniyədən sonra 24 kadr gəlir. Belə deyək, 1 saniyə 24 kadr hesablanır. Amerika kinematografçıları belə bir şey eləyiblər. Deməli, 24 kadrdan sonra ara kəsməyə bir kadrı dəyişib başqa bir kadr əlavə eləməklə ürəkləri istəyən sözü, əmri, təhriki, belə deyək, arzunu tamaşaçıya yetirə bilirlər. Bu şuur altında bir anlıq görüntü olur və yaddaşa həkk olunur. Amerikada bundan çox gözəl istifadə eləyiblər və mən çox istərdim ki, bugün bizim tamaşaçılarımızı da bilməyənləri bilsinlər ki, 25-ci kadr əslində nə deməkdir. Və dəyərli tamaşaçılarımız, dünən Azərbaycanda belə deyək, paytaxt Bakıda Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Azərbaycan Film Kinostudiyasının birgə təşkilatçılığı ilə Avropanın kino xadimləri ilə bizim kino xadimlərimizin, belə deyək, bir təcrübə mübadiləsi, bir görüşü keçirildi Milli Kino Mərkəzində. Bu, Nizami Kino Teatrında baş tutub, Nadir müəllim. Mən çox istəyərdim ki, tamaşaçılarımıza siz bu görüş haqqında məlumat verəsiniz. Görək, Avropalı kino çəkənlərdən biz nəyi öyrənmişik və mən bir daha tamaşaçılarımızın nəzərinə yetirmək istəyirəm. Deyəsən, zəngimiz var artıq. Nadir müəllim, zəngimizi alaq. Alo. Alo. Bəli. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Sizi də salamlayıram, qonaqlarınızı da. Təşəkkür edirəm. Kimlə danışırıq? Xanımı salamlayıram. Onu görməyimə çox şadam. Xanım, bu filmlərimizə deyəndə Bəli. bizim əvvəlki filmlər çəkilmir. Ya bu rejissorlardan asılıdır. Aha. Ya da ki aktyorlardan asılıdır. Ya da onlar çəkilir, bizim xalqa çatdıra bilmirlər bu aktyorlar ya rejissorlar. Çünki əvvəllər bir telefilm var idi. Azərbaycan filmi çəkilirdi Cəfər Cabbarlarla. İndi də var. Rejissorlarımız da oradaydı. Karifeylərimiz də oradaydı. Bax, şəxsən mən dünəndən sizin kanalı izləyirəm, səhər-səhər dünə yol əhvalatı verildi. Bugün Bəli. görüş filmi verdi. İnanırsınız, bizim üzümüzdə təbəssüm yarandı. Bəli. Siz səhər-səhər Azərbaycan filmlərini görmək, bu bizim xalqımızın mənəviyyatıdır. Təşəkkür edirəm. Ona görə mən istəyərdim, xahiş eləyərdim bizim Bəli. rejissorlardan. Bax, o Nadir müəllimə də üst tuturam mən. Çünki Nadir müəllim də karifey sayılır, artıq onun da yaşı var. Bəli. Bəli, daha da gözəl filmlər çəkilir. Demirəm, pis filmlər çəkilir. Bax, son günlər mən baxıram, Aqil Abbasın Dolu roman əsərində əsasında... Nadir müəllim filmi deyil, Nadir müəllim işləyib. Elxanla işləmişsiniz də, Elxan Cəfərovla. Onu bəlkə günlərlə verirsə, mən o filmə baxaram. Təşəkkür Çünki o edirəm bizim sizə. vətənpərvərlik hissimizdir orada. Vətənpərvərlik mənəviyyatımızı ki, çatdırır xalqa orada. Mən istəyərdim, bax, belə filmlər bu günlərdə müharibə şəraitində yaratışdığımız bir
Azərbaycanda belə filmlər çox çəkilsin. Təşəkkür eləyirik xanım. Görürsünüz, xanım həm bizim köhnə Sovet dövründə çəkilən filmləri bəyənir. Eyni zamanda son filmlərimizdən də xəbər. Mən çox sevinirəm ki, tamaşaçımızın son filmlərimizdən xəbəri var. Çünki indi əksər filmlərimizi, Ayşət, gəl belə deyək də, çəkirik biz sanki festivallar üçün. Çəkirik, rejissorlarımız aparır festivallara, mükafat alırlar, qayıdırlar. Amma məsələn, mən Azərbaycan tamaşaçısı olaraq o filmi görmürəm. Festivallarda mütləq iştirak etmək lazımdır. Mütləq. Çünki dünyada çoxlu kinofestivallar keçilir, 200-ə yaxın. Bəli. Demək olar ki, hər 2 gündən bir belə deyək, bir festival keçirir və hər bir ölkənin kino ilə məşğul olan ölkənin belə deyək, mütləq onun üçün o festivalda iştirakın vacibdir. Birinci, ölkəni tanıyırlar. Bəli. Onun mədəniyyətini tanıyırlar. Özdə bilirsiniz ki, kino da idman kimi belə də idman şöhrət gətirəndir. Şöhrət gətirəndir. Ona görə də festivallarda iştirak etmək çox vacibdir və şübhəsiz hər bir rejissorun da belə deyək arzusudur ki, hər hansı bir festivalda onun filmi getsin və hər hansı bir qiyməti alsın. Hətta vacib deyil ki, o festivalda hansısa bir medal almaq ya hansısa bir mükafat. Əsas iştirak etmək və Azərbaycanı şübhəsiz öz mədəniyyətini, xalqın mədəniyyətini orada təmsil etmək və... Gözəl. Mən çox istəyərdim ki, dünənki bu Avropalı rejissorlarla görüşək. Siz də oradaydınız, Ayşət. Bu Avropalı rejissorlar nə öyrətməyə gəlmişlər? Nə öyrəndik onlardan? Dünən gəlmişdilər prodüser Guillermo de Seyl. Onun haqqında mən Moskvada oxuyarkən eşitmişdim. Və çox şad oldum ki, Azərbaycan Film Kinoasosiasiyasının rəhbərliyinin təşəbbüsü nəticəsində belə bir layihə ərsəyə gəlib və belə bir insanları Azərbaycana dəvət elədilər. Master-klasslar verdilər, çox faydalı. Bilmədiyin nə isə öyrəndi. Məsələn, Rusiyada bilmədiyin, sənə tanış olmayan nəsə oldu təzə onların danışığında? Ayşə çətinlik çəkir. Əlbəttə ki. İcazə köməkli eləyim Ayşədə. Ümumiyyətlə, birinci orada sözü aldı, deməli, Hollandiyadan gələn ssenarist. O, yəni, ssenarinin qurulması, yazılmasının, belə deyək ki, o azbukasını öyrətdi. Çünki bu görüşdə çoxlu tələbələr vardı. Bizim Mədəniyyət və İncəsənət Universitetinin tələbələri başda rektor olmaqla çox önəmli bir, vacib bir belə deyək, tədbir idi. Və əslində bu görüş gənc insanlar üçün, tələbələr üçün nəzərdə tutulmuşdur. Çünki onlar yenicə bu kinoya daxil olurlar və kinonun sirlərini bu master-klassdan öyrənmək onlar üçün vacibidir. Ondan başqa siz bilirsiniz ki, ümumiyyətlə kino bir yerdə durmur. O gündə inkişaf edir, daimdə inkişafda və xüsusən də o bütün inkişaf, indi belə deyək, Avropadan başlayır. Çünki ümumiyyətlə Avropa qitəsi dünyanın ən tərəqqi bir qitəsidir. Bu baxımdan Avropada kino çox inkişaf edib. Təcrübəli deyil ki, Avropada kino yaranır, Fransada. Ona görə də belə deyək, oradakı inkişaf və biz, məsəl üçün sizə deyim ki, Sovetlər dönəmində kino tam dövlətin nəzarətində idi. Amma indi kommersiya filmləri də çəkilir. Həm ideoloji baxımdan, həm də ki, maliyyə baxımdan. Bütün sifarişlər Moskvadan gəlirdi. Amma Sovetlər ölkəsi dağılandan sonra bizim də ölkə o biri ölkələrlə bərabər müstəqillik qazandı və öz, belə deyək, siyasətimizi kinoda qurduq və çox önəmlidir ki, bizim dövlətimizin rəhbəri də kinoya xeyli diqqət yetirir və 2008-ci ildə böyük bir prezidentimizin qərarı çıxdı Azərbaycan kinosunun inkişafı barəsində. Kino günü elan olundu, prezidenti sərəncamı və bu 10 illik proqram var ki, o Azərbaycan kinosunun inkişafının yolları göstərilir orada. Bu baxımdan dünənki tədbir də çox vacib idi. Bilirsiniz, bir gün Avropada belə deyək, prodüser kinosu var. Yəni ki, biz qabaq bayaq dediyim kimi dövlət hamını sifariş verirdi. Amma indi artıq belə azad prodüserlər var ki, kino çəkmək istəyirlər. Əsas problem də aydın məsələdir ki, maliyyə məsələsidir. Maliyyəni tapmaq. Həmin o sirləri o Fransadan gələn prodüser gənclərə... Bizdə vardır, mənim bu yöndə indi inkişaf mərhələsindəyik, hə biz? Şübhəsiz... Yəni filmlər var rejissor üçün, bax Ayşət, müəllif filmləri var, rejissorun filmidir, hə?
biri də var kommersiya filmlər. Bu artıq Nadir müəllimin filmidir. Hə. Bizdə indi hansı yöndədir? Məsələn, bax sənin çəkdiyin son filmlər. Mənim çəkdiyim filmlər qısa metrajlı filmlərdir. Onlar daha çox müəllif filmi sayılır. Müəllif filmi. Kommersiya filmi sayılmır, çünki qısa metrajlı filmlər kinoteatrlarda nadir hallarda nümayiş olunur. Əsas festivallar üçündür. Bəli, əsas festivallar üçündür. Ona görə hələ ki mən qısa metrajlı çəkmişəm, ona deyə bilmərəm ki, bu kommersiya filmidir. Müəllif filmlərini işləmisən. Hələ ki, bəli. Əslində elə rejissor bütün o ərzusunu, istəyini, ürəyində olan bütün nə ki tamaşaçıya çatdırmaq istəyir, müəllif filmlərində çatdır. Çünki kommersiya filmi olanda Nadir müəllimin orada deyir, belə bir barmağı olur. Bu arada mən dəyərli tamaşaçılarımız təşəkkürlərimi bildirmək istəyirəm. Səhər çağının adından bütün Elmi Tibb Mərkəzinin tibbi heyətini səhər-səhər bir daha salamlayıram. Və diqqətinizə yetirirəm ki, Elmi Tibb Mərkəzində dəyərli tamaşaçılarımız oktyabr ayının 3-ü 4-ü tarixlərində Qurban Bayramı ərəfəsində bir xeyriyyə aksiyası həyata keçiriləcək. Həkimlərin bütün konsultasiyaları pulsuz həyata keçiriləcək. Bir daha diqqətinizə çatdırıram. Oktyabr ayının 3-ü, 4-ü tarixlərində mütləq şəkildə sağlığınızla bağlı probleminiz varsa Elmit klinikasına buyura bilərsiniz. Çünki çox məşhur həkimlərimiz sizi gözləyəcəklər, özü də tamamilə pulsuz qəbul edəcəklər. Və müayinələrdən siz 30% endirimlə keçə bilərsiniz. Hal-hazırda biz ayrılırıq reklamlara. Reklamlardan sonra yenidən söhbətimizi davam elətdirəcək Azərbaycan kinosu haqqında. Bilmem ki bu akşam sen de bir hoş musun? İçmeden hatıralardan serhoş musun? Ellerin sanki bak hala ellerinden yanıyor, duyuyor musun? Dostlar seni söylüyor, sahi mutsuz musun? Bu yolda dönüş yok, sen bilmiyor musun? Her şey gönlünce olmaz demiştim sana. Kaderden kaçılmaz biliyorsun. Kimler geldi hayatından, kimler geçti, hiçbirisi hasretini gidermedi. En güzeli senin kadar sevilmedi. Kimler geldi
başkası paylaşıyor alın yazını. Ben sensiz yaşıyorum yasak aşkını, söylüyorum şarkını. Kimler geldi sorma sakın, kimler geçti hiçbirisi hasretini gidermedi. En güzeli senin kadar sevilmedi. Kimler geldi kimler geçti. Lay lay lay, lay lay lay, lay lay lay. Lay 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 lay. En güzeli senin kadar sevilmedi. Kimler geldi kimler geçti. Kimler geldi hayatımdan, kimler geçti hiçbirisi hasretini gidermedi. En güzeli senin kadar sevilmedi. Kimler geldi kimler geçti. Lay lay lay, lay lay lay, lay lay lay. Lay 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 lay. En güzeli senin kadar sevilmedi. Kimler geldi kimler geçti. En güzeli senin kadar sevilmedi. Kimler geldi kimler geçti. Həssas insanlar olurlar. Və mənim dəyərli tamaşaçılarımız, hörmətli tamaşaçılarımız, mən bir neçə yenə məlumatı sizin diqqətinizə çatdırmaq istəyirəm. Dəyərli tamaşaçılarımız, biz bilirik ki, Steve Jobs, bunu hər kəs tanıyır. Deməli, o Apple-in yaradıcısıdır. Amerikalı tanınmış bir ixtiraçıdır. Sən demə, Steve öz uşaqlarına icazə vermirmiş, hətta qadağan edibmiş axşam saatlarında planşetdən istifadə etməyi, telefonlardan, smartfonlardan istifadə etməyi. Deməli, bir şey bilirmiş ki, bunu icazə vermirmiş istifadə etməyi. Ona görə elə mən də bizim dəyərli valideynlərimizin diqqətinə yetirmək istəyirəm ki, əgər bu planşetləri, bu telefonları ixtira edən insan övladlarına nəyisə qadağan eləyibsə, deməli bir şey bilir. Elə siz də məktəbli övladlarınıza, belə deyək, sözün əsl mənasında qadağan eləyin, axşam saatlarında istifadə eləməsinlər. Və sözsüz ki, sağlamlıq hər şeydən önəmlidir. Hamburg şəhərində 2034-cü ildə əgər hansı birinizin yolunuz düşsə, avtomobillə getmirsiniz. Çünki şəhərin giriş qapılarında avtomobillərin girişi qadağan olunacaq. Niyə? Çünki 2034-cü ildən etibarən bu şəhərdə tamamilə hamı işə, evə, hər yerə velosipedlə gedəcək. Artıq indidən bu proqramın adı Yaşıl şəbəkədir. İndidən bütün infrastruktur şəhərdə dəyişilir və bütün yollar velosiped yollarına çevrilir. Mənə elə gəlir ki, çox gözəl təklifdir. Yaşıl şəbəkə doğrudan da maraqlı olacaq. Və hörmətli tamaşaçılarımız, biz bugün bizim kinomuzda Azərbaycan kinosundan danışırıq. Nadir müəllim buradadır. Nadir müəllimə kino işçiləri deyirlər ki, siyahıya baxanda görürsən ki, Azərbaycanda nə qədər gözəl filmlər çəkilibsə, Nadir müəllim bütün bu filmlərdə icraçı direktordur. Filmin direktorudur, belə deyək, filmin prodüseridir, indiki dillə desək. Və hətta Aydın Dadaşov, bizim çox hörmətli müəllimimiz, Nadir müəllimə deyəndə ki, Nadir müəllim, hansı filmlərdə sən direktor olmuşsan? Deyirsən de ki, mən hansı filmlərdə direktor olmamışam. Və doğrudan da Nadir müəllim bizim kinomuzu çox gözəl bilən insandır. Çünki kinomuzda çox işləyib, çox
rejissorlarla işləyib. Nadir müəllim, mən çox istəyərdim ki, televiziya tamaşaçılarımız bizə zənglərini eləsinlər. Daha çox istəyirəm ki, sizə zənglər eləsinlər, suallarını versinlər. Biz bugün kino çəkə bilirik, yoxsa yox? 510-3806 zənglərinizi gözləyirəm. Sözsüz ki, kinoda, Aşad, bax elə sizdən də bu cavabı istəyirəm. Kinoda düzdür, rejissorun təxəyyülüdür, rejissorun istəyidir, arzusudur. Amma kinonu bizə kim göstərir? Aktyorlar göstərir. Bu günləri Azərbaycanda çəkilən filmlərdə tamaşaçıların əksəriyyəti nədən narazı olurlar? Aktyorların oyunundan. Nadir müəllim, keçmişdə aktyor oyunun üzərində rejissorlar çox çalışardılar, düzdürmü? Mən ümumiyyətlə, bayaq xanım tamaşaçı zəng eləmişdi və öz iradın bildirdi ki, yəni keçmişdə yaxşı filmlər çəkilib, indi güya yaxşı. Amma xanım bir filmimizin də adını çəkdi, bu Dolma adını yanlış çəkdi. fikirdir. Bilirsiniz, hər dövrün belə deyək, yaxşı filmləri var idi, zəif filmləri var idi. Azərbaycan Film Kinostudiyası bu illər boyu doğrudan da bir-birindən yaxşı filmlər çəkib və uğurları hər bir zaman olub. Və ümumiyyətlə bilirsiniz, hər bir filmə o çəkilib hazır olandan o dəqiqə qiymət vermək olmur. Zaman keçir, zaman keçəndən sonra... Filmin qiyməti artır? Filmin qiyməti antikvar olur. Ona görə də ola bilsin ki, bu gün çəkilən filmlərə bir 10 il, 20 ildən sonra deyəcəklər ki, bax... Antikvar, Nadir antikvar filmlər. Belə filmlər qabaq yaxşı çəkilirdi, tamaşaçı həmişə biraz... Deyəsə zəngimiz var Nadir müəllim sizə. Alo. Salam. Salam. Necəsiz? Çox sağ olun. Kimdən danışırıq? Xasaydı danışıram. Buyurun Xasay müəllim, sabahınız xeyir Mən olsun. dənizdən zəng vururam sizə. Hardan? Dənizdən. Dənizdən? Gəmidən, bəli. Neftçisiz? Neftçisiz? Oo, Bəxtiyar filmi yadıma düşdü, buyurun. Bilirsiniz, Azərbaycan teleməkanlarında indi teleseriallara çəkilir. Belə yaxşı aktyor seçimi var. Bəli. Amma bilirsiniz necə, o xarici seriallara baxanda biraz canlı fərqi var. Amma bizdə, vallahi nə deyim, nəsə xoşa gəlməz də. Bilirsiniz, könülə yatmayan bu kinolar, seriallar. Aktyorların oyunu xoşunuza gəlmir? Aktörün seçimində pis deyil. İndi cavan aktyorlar ya, daha kalifiyelerimiz yəni o səhnəyə çıxan vaxtı deyil. Yəni o aktör seçimində pis deyil. Amma yəni ki, gözəl senari yoxdur. Sözün yəni canlı deyil, senari zəifdir, çox zəifdir. Tamaşaçımızın fikridir. Təşəkkürümü bildirirəm. Bütün dənizdəkilərə bizim adımızdan salamlarımızı yetiririk. Azərbaycan neftçilərinə eşq olsun deyirik. Hər zaman bax dənizdən sizin gözəl səsiniz, sədanız gəlsin. Mən çox sevindim ki, dənizdən bizə zəng eləmisiniz. Onunla əlaqədar mən bir söz deyim. Bilirsiniz ki, deməli, Sovet məkanında bir böyük institut vardı Moskvada. Mən də oranı bitirmişəm vaxtı ikən, Kinematografiya institutu. O, belə deyək, əsəri üzrə bütün bu kino ilə əlaqədar mütəxəssislər hazırlayırdı. Yəni o baxımdan ssenaristlər də, rejissorlar da, rəssamlar da. Amma Sovetlər dağılandan sonra bir müddət boşluq yarandı. Yəni bu baxımdan və gənc mütəxəssisləri hazırlamaq çətin oldu. Və gec də olsa Azərbaycanda Mədəniyyət və İncəsənət Universitetində fakültələr açıldı kino ilə əlaqədar. Amma şübhəsiz səviyyə baxımından hazırlıq biraz, yəni dramaturq. Bilirsiniz, bu ssenaristi hazırlamırlar. Onun içində nəsə olmalıdır. Hə, o olmalıdır. Bu dərs deməklə, o dərs deyəndə onu belə deyək, istiqamət göstərir. Amma insanın özündə olmalıdır. Deyəsən, zəngimiz var yenə Nadir müəllim. Buyurun. Alo. Alo, salam. Sabahınız xeyir olsun. Kimlə danışırıq? Qərbi Oyudavan Lökbatandan zəng edirəm. Lökbatandan, buyurun. Deməli, bugünkü filmlərimizdən danışaq. Bugünkü filmlərimiz pis deyil, pisidir. Pisi-pisidir. İstər aktör patronunda, istər filmlərin ssenarisində. Müəllim, mən çox üzr istəyirəm. Axırıncı dəfə hansı filmimizə baxmısınız? Yeni çəkilən hansı filmimizi izləmisiniz? Bir 10 dəqiqə baxırsan, adamın iyrənməyi gəlir. Hansı filmi? Adını çəkin. İstər filmlərimiz bir 3 dəqiqə, 5 dəqiqə ona baxandan sonra... Mən çox istəyirəm, bircə filmimizin adını çəkin ki, mən bilim ki, hansı filmimizə 3 dəqiqə baxmısınız, baxmaq istəməmisiniz. Axıracan baxmıraq, deyir 10 dəqiqə baxırsın. Hə, müəllim? Heç yadımda da qalmır. Çünki o qədər pisdir ki, heç yadda da qalmır. Bax, bizim köhnə filmlərimiz, köhnə karifeylərimiz, hər ki o aktörlər hamısı ölüb getdi də, indikilər acıca danışıq qabiliyyətini, diyalogu elə vururlar ki, elə bir ki, oturub kitabdan nəsə oxuyur.
Müəllimi narahat Bu eləyən aktyorları aktyorların... yetiştirmək lazımdır, o aktyorlara. Təşəkkür edirəm Zəngin üçün. Müəllimi narahat eləyən aktyorların bir-birinə, o diyaloglarıdır. Mən ümumiyyətlə insan danışanda biraz obyektivliyə nəzarət etməlidir. Yəni bütün kinonu, Hər halda Azərbaycan bizim kinosuna... son filmlərimizi görməyib yəqin müəllim. Bilirsiniz, bəlkə tamaşaçı bilmir, son bu 2-3 ildə Azərbaycan kinosu çox böyük uğurlara nail olub. Kan festivalında iştirak edib bizim film. Karlovar, bax, mən Karlovarı da Asif iştirak Rüstəmlə edib. işlədiyimiz filmi Karlovarı da göstərdim. Sıra günlər mən oxudum, deməli, bizim Şamil Əlinin Çölçü filmi Jakartada ən yaxşı rejissor işi mükafatı alıb. Yəni, bunu... Qiymətləndirməmək günahlardır. İnkişaf var, gedir və bəli, bu, mən dedim, bayaq, Sovetlər dağılandan sonra bir tənəzzül yarandı, boşluq yarandı. Amma indi belə deyək, yavaş-yavaş sürət yığılır və gələcəkdə mənə elə gəlir ki, Azərbaycan film adı ilə gedən filmlər çox bəyəniləcək. Sözsüz. Mən çox istəyərdim ki, bizim tamaşaçılarımız, zəng edən tamaşaçılarımız filmlərdə nəyi görmək istəyirlər, hansı belə deyək, mövzularda Azərbaycan, yeni yaranacaq Azərbaycan filmini görmək istəyir. Bununla bağlı bizə fikirlərini söyləsələr. Çünki burada gənc bizim rejissorumuz əyləşib. Siz hal-hazırda zəng edib bizim rejissorumuza bir ideya ötürə bilərsiniz. Mənim üçün çox maraqlıdır, Ayşət. Bax, sən filmlərdə, qısa metrajlı filmlərində, sözsüz ki, müəllif filmlərdə nəyə aid, ümumiyyətlə səni maraqlandıran, sözsüz ki, rejissorlar həm öz marağını, həm də tamaşaçı, bugünkü tamaşaçı nəyi istəyir, nəyə baxmaq istəyir, bu gərək üst-üstə gəlsin. Düzdür, üst-üstə gəlməlidir, amma hələ ki daha çox öz ideyalarımı reallaşdırıram. Daha çox üstünlük verirəm fəlsəfi mövzulara. Fəlsəfi mövzulara. Bir də mistika xoşlayıram. Mistikanı xoşlayır. Dəyərli tamaşaçılarımız, biz hal-hazırda ayrılırıq Azərbaycanda və xaricdə baş verən xəbərlərdən xəbər tutmaq üçün Səda İnformasiya xidmətinə. Xəbərləri izləyirik. Daha sonra görək Ayşət mistika ilə bizə nə demək istəyir? Bakının qara gözlü qızları, ulduzlu şəhərin ulduzları, sizlərə heyran olub çiçəklər, yollarda qalıb gözləri. Ah, sizlərə heyran olub çiçəklər, yollarda qalıb gözləri. Siz könül olayan, siz ürək olayan, arzusu boş dəmiz, gözəllərsiz. Bakının qara gözlü qızları, gülər üzlü qızları, şirin söz bacı qızları. Bakının qara gözlü qızları, gülər üzlü qızları, şirin söz bacı qızları. Gezib çox şəhərlər görmüşəm mən, baxıb çox gözəllər görmüşəm mən. Unutmadım heç zaman sizləri, mehriban Bakı qızları. Ah, unutmadım heç zaman sizləri, mehriban Bakı qızları. Siz könül olayan, siz ürək olayan, arzusu boş dəmiz, gözəllərsiz. Bakı qara
Şirinsiz Bakı kızları. Siz könül olmayan, sözler olmayan, arzusu boş demir, güzellersin. Bakın kara gözlü kızları, güler yüzlü kızları, şirinsiz Bakı kızları. Bakın kara gözlü kızları, güler yüzlü kızları, şirinsiz Bakı kızları. Bu xeyr, mən qeyd etmək istərdim. Bu Oktay Kazımov. Oktay Kazımov. Cəzimi deyirlər. Oktay Kazımov. Sözləri də ki, Cabir Novruzun. Çox gözəl mahnıdır və bilirsiniz mənə nəyi xatırlatdınız? Hər zaman Nadir müəllim bax deyirlər, mən onu görməmişəm amma eşitmişəm ki, Bakıda o dövrdə o kinonun o gözəl vaxtlarında kinonun birinci hissəsi qurtarandan sonra ikinci hissəsinə qədər foyeyə çıxırmış o kinoya gələnlər və orada canlı caz belə deyək kvartetləri ifa edir. Teatrında girən kimi sağ tərəfdə bəli. Əslində bu çox gözəl ənənəymiş. Kaş ki bugün də o ənənə davam eləsin. Mən dəyərli tamaşaçılarımız bir daha diqqətinizə yetirmək istəyirəm ki, burada bizim qonağımız bugün Nadir müəllimdir. Nadir müəllimi bilirəm ki, tanıyanlar çox gözəl tanıyırlar. Çünki Nadir müəllim ömrünü belə deyək, belə cavan olmağına baxmayın. Nadir müəllim xeyli yaşı var. Ömrünün xeyli hissəsini Azərbaycan kinosuna həsr eləmiş bir insandır. Zəngimiz var deyəsən Nadir müəllim. Alo. Alo. Bəli. Bağışlayın, bugünkü kinolar gözəl kinolar çəkilir. Yəni keçmişdə çəkilən kinolar kimi. Tamaşaçılar düzdür, bir yaxlarını deyirlər, kinolar heç birisi yaxşı deyil, aktyorlar yaxşı deyil, senari yaxşı deyil. Çox gözəl senari da var, kino da var. Ancaq kinoların, çəkilən kinoların əksəriyyəti efirdə göstərilmir. Tamaşaçılar görmür. Xahiş eləyirdim, kinolar verilsin ki, tamaşaçı tərəfindən də bəyənilsin kinolar. Təşəkkürümüzü bildiririk zəngimizə görə. Şəxsən Nadir müəllim neçə filmlərdə işləyib, axırıncı filmlərdə. Bütün kinoların hamısı gözəl, göyçək çıxan filmlərdir. Ancaq heç birisi efirdə göstərilmir. Bu günlərim kino çox gözəl inkişaf edir. Kino çox, necə deyərlər, ən dəyərli filmlər var orada. O filmlərin heç birisi göstərilmir. Təşəkkür edirəm zənginizə görə. Görürsünüz, tamaşaçımız şikayət edir ki, kinolar göstərilmir. Əslində, bax, bizim tamaşaçılarımız filmlərimizi görsələr, onlar haqqında ətraflı məlumata sahib olarlar. Bu arada mən dəyərli tamaşaçılarımız Elmi Tibb Mərkəzini bir daha diqqətinizə yetirmək istəyirəm və Qurban Bayramı ərəfəsində oktyabr ayının 3-ü 4-ü tarixlərində Elmi Tibb Mərkəzinə buyursaz, burada siz həkimlərin bütün konsultasiyalarından pulsuz istifadə edə bilərsiniz. Hətta müayinələrə 30% endirimlər var. Və mən xanımları diqqətinə yetirmək istəyirəm. Rəngiz xanım, siz də diqqətlə qulaq asın. Deməli, əgər evlərinizin ideal təmizliyə sahib olmağını istəyirsinizsə, sizə aerobot rumbalar yaxından kömək edə bilər. Tostorandan 1000 qat yaxşı işləyirlər. Heç bir işıq sərfiyyatı yoxdur. Hətta siz evdə olmasaz belə onu proqramlaşdırırsınız. Siz qayıdıb gələnə qədər belə deyək, ezamiyyətdən gəlib görəcəksiniz ki, evlərinizi silib, təmizləyib. Hətta xalçaların üzərinə yığılan saçları da belə, bəli, çox asanlıqla, təmizlik, rahatlıqla evdə əgər körpəniz varsa, bilirsiniz ki, körpələr hər zaman əllərini döşəməyə vururlar, oyuncaqlarını döşəməyə səpirlər, sonradan onlar çirklənir, tozlanır və müxtəlif cür xəstəliklərə tutulurlar. Bax, bunun üçün aerobotlar sizə yaxından köməkçi ola bilər. Hal-hazırda bizim həkimlərimizə aid olan bir video çarxımız var. Gəlin onu izləyək, sonra yenidən səhər çağındayıq.
Elmed klinikasında, terapevtik kabinetdə bütün xəstəliklərin, ilk növbədə daxili orqanların xəstəliklərin ilkin diaqnostika və müayinəsi həyata keçirilir. Ümumiyyətlə, tibbdə ilkin iş terapiyadan başlayır. Terapiya istiqamətləndici xarakter daşıyır. Yəni, xəstənin ilkin olaraq otağa daxil olması, diaqnostika və müayinəsi xəstəliyin hansı istiqamətə yönləndirilməsi, diaqnozunun qoyulmasına köməkçi olur, yardım göstərir. Ümumi terapiya, yəni terapevt ixtisası həkimi daxili orqanların xəstəlikləri bura aiddir. Mədə-bağırsak sistemi xəstəlikləri, uroloji xəstəliklər, ürək-damar sistemi xəstəlikləri, oynaq sistemi xəstəlikləri, sinir sistemi xəstəliklərini hətta aid etmək olar. Burada əsas məqsəd ilk növbədə xəstənin ilkin diaqnostika və müalicəsinin aparılmasından ibarətdir. Müayinə üçün də xəstəxanamızda hər cürə müasir laboratoriya, müasir aparatur avadanlıqlarla təchiz olunmuşdur. İstədiyiniz anda, istədiyiniz şikayətlərlə klinikamıza daxil ola bilərsiniz və bu xüsusi aparatlardan, xüsusi müayinə üsullarından, laboratoriya üsullarından istifadə etməklə sizə ilkin diaqnostikanın qoyulması və müalicənin aparılması üçün hər cür şərait yaradıla bilər. Proqramımız davam edir. Dəyərli tamaşaçılarımız, bir daha mövzumuzu diqqətinizə yetiririk. Biz kino çəkə bilirikmi? Belə deyək, kino çəkənlər burada əyləşiblər. Suallarınızı ünvanlaya bilərsiniz. 510-38-06. Xəbərləri izləməmişdən öncə bizim söhbətimiz yarımçıq qaldı. Ayşət, dedin ki, mən mistikanı daha çox sevirəm. Bəli, bəli. Qorxu filmləri. Yox, qorxu biraz mistika. Fəlsəfi. Aha. Son çəkdiyim film Azərbaycan Film Kinostudiyasının istehsalı olan Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən filmim, İnikas adlı filmim. Mistik dram janrındadır, Qarabağ mövzusundadır. Qarabağ mövzusundadır. Yəni, belə danışmaqla o gərək baxasınız. Gərək filmə baxasan ki, təəssüratın ola. Hansısa festivala göndərmişsiniz filmi? 3 festivala göndərmişəm hələ ki. İndi gələcəkdə də artacaq siyahı. İnanıram ki, artacaq. Çünki Ayşət o qədər filmə marağı olan, o qədər kinonu sevən gənclərimizdəndir ki, inanıram ki, gələcəkdə o, belə deyək, bizim o Tofiq Tağzadələrin, Ocaqovları yolunu davam elətdirən, İldar Quliyev kimi bizim rejissorları yolunu davam etdirən bir rejissorlarımızdan olacaq. Deyəsən, zəngimiz var. Müəllim, alaq zəngimizi. Alo. Alo. Bəli. Sabahınız xeyir. Sabahınız xeyir. Ay, kino dolu, tamaşaçılar dolu boğçasıyla evimizə xoş gəldiniz. Necəsiniz? Çox sağ olun. Kimdən danışırıq? Mərzən xanım da sizin dinləyiciniz. Xanım, kino ən gözəl mövzu qoymuşsunuz vallah bugün. Düzdür, kino bizim xalqımız üçün, millətimiz üçün, cəmiyyətimiz üçün mən deyərdim ki, mənəviyyat və tarixi bir mənbədir. Keçmişimizdən bizim tariximizi yaşadan eləmək kinodur. Misal üçün, siz keçmişə mən bir ekskursiya eləmək istəmirəm, müasir dövrümüzdəki rejissorlarımızdan danışmaq istəyirəm. Misal üçün, Vahid Mustafayevdir, sonra Vahid bizim o Space Radiosu Vagif müəllimdir. Bunların axırıncı çəkdikləri filmlər, mən düşünürəm ki, müharibə gedən ölkədə ən gözəl tərbiyə edici, siriyət edici kinolardır çəkir. O ki qaldı, elə telefonu qaldıran pisdir. Bizim bədbəxtçiliyimiz oradadır ki, qızım, xanım. Biz olanları görmürük. Arzum isə mənim nədir? Arzum odur ki, bu efirdə lazımsız, lüzumsuz, faydasız verilişlərin əvəzinə o qəhrəmanlıq ruhunda gənclərimizə örnək verəcək o gözəl Nadir müəllimcil kimin rejissorların çəkdiyi o kinolar göstərilsin. Təşəkkür edirik. Bu dəqiqə mənəviyyatımızı korlayan verilişlər çoxdur. Mən sizdən və bütün kino əhlindən xahiş edirəm ki, çəkilən, gələcəkdə də çəkilən filmlər həm ailə məişət zəminində olsun, həm də inşallah Qarabağımızın azad edilməsi münasibətilə Nadir müəllim, şəxsən mən Mərzən Şahsızlı olaraq sizdən film istəyir. Bir kino istəyirəm və hamınıza sağ ol deyirəm, təşəkkür edirəm. Təşəkkür. Biz sizə təşəkkür edirik. Ən azından siz elə izləyicisiniz ki, belə deyək, pisləməyə nə var ki, sizin sözünüzə qüvvət, olanı tərifləməyə bacarmaq, bax bu igidlikdir. Olanımızı tərifləməliyik. Çünki belə deyək, biz bu günləri Azərbaycan tamaşaçısı olaraq Avropa kinosu ilə və yaxud Amerika filmləri ilə öz kinomuzu müqayisə etmək düzgün deyil. Düzdürmü Nadir müəllim? Ümumiyyətlə, sənətlə belə deyək, müqayisə etmək düzgün deyil.
Onların da yaxşı filmləri var, bizim də yaxşı filmlərimiz var. Şübhəsiz texniki baxımdan, görüntü baxımdan ola bilsin bizim filmlər o Hollywoodun ya Avropanın filmlərinə belə deyək rəqabət apara bilmir. Amma əslində kino mövzudur. Yəni orada insanı maraqlandıran, ona təsir göstərən mövzudur. Bizim də filmlər var ki, baxırsan və çox təsirlənirsən. Məsələn, Rəngiz xanımın çəkildiyi Baladadaşın Mən əhvalatı səhərdən filmi. gözləyirəm ki, Rəngiz xanıma növbə nə vaxt çatacaq. Çünki Siz danışasınız, Yox, daha sizin də- maraqlı olar. Rəngiz xanım, siz də kino ilə bağlı olan Mən insan kino olmuşsunuz. ilə, mənim gəncliyim elə kino ilə bağlıdır. Həm də mahnılarınızla kinoda. Mahnılarla, hələ o cür elə sənətkarla, Rəşid Beybutovla o film çəkilib. Elə o kiçicik də olsa bir səhnəcikdir. Lalələr oxuyur. Bəli. Görmüsünüz. Mən o kino studiya, siz nə danışırsınız? Mənim həyatımın bir parçasıdır. Gəncliyimlə bağlıdır. Mən orada necə sənətkarları görmüşəm. Şamil Mahmudbəy, Əli Səttar Atakişiyev ora gəlmiş film çəkir. Hətta o kinoprobadan Qərib Cinlərə ora sadəcə 15 yaşında qız lazımdır. Amma kino fotoproba elədi. Hətta Səttar müəllim həm də rəssamdır axı. Mənim gördüyüm şəklimi Kəlağa ilə çəkmişəm. Deyir, qızım, sən indian götür bir dənə xal qoyub burama. Doğrudan da elə Hind gözəllərinə oxşayırsan. Hind qızlarına oxşayırsan. İndi də siz Hind gözəllərinə oxşayırsınız. Yox, o vaxt oxşayırdım doğrudan. Yəni o filmə də çəkilmişəm. Hətta mən bunu çox yerdə dəfələrlə hər şey qismətdən irəli gəldi. İlk dəfə Nəsimiyyə mənə çəkmək istəyirdi. Həsən Seyidbəl, İsa Hüseynov, Rəşid Beybutovun mahnı teatrında işləyirdim. Nəysə də icazə vermədi. Qismət bir sözlə ki, kinoya bağlı olan o filmə ki çəkildim, o film tarixdir. Düzdür. Mən deyirəm, mən minnətdaram Fikrət müəllimə ki, mən indi başa düşürəm. Məni nə yaxşı o filmə çəkib. Çünki gəncliyimdən bir parça xatirə. Filmlər hər zaman, hər nəsildə sevilən, baxılan filmlərdir. Sözsüz. Bax, deyirsiniz ki, gənclikdən bir parçadır. Mən də hər zaman bizim çox hörmətli rejissorumuz Tofiq İsmailova dərin təşəkkürümü bildirirəm. Çünki mənim də uşaqlığımın bir parçası Tofiq İsmailova filmində də əslində mən elə bax bu televiziya sahəsinə də Tofiq müəllimi görüb o kino çəkənlərin içərisində həvəslənmişəm. Onda mənim 12 yaşım var idi. Tofiq İsmailovun Yay günlərinin xəzan yarpaqları orada bizim çox gözəl aktyorlarımız Rafael Dadaşov oynayırdı, Əminə xanım oynayırdı, Yusif qızı Siyavuş orada Siyavuş Aslan məktəbin direktoru rolundaydı. Çox belə maraqlı idi. Lahıçda biz bir ay müddətində qaldıq. Baxmısınız dəfələrlə o filmi verirlər. Bayaq ki, tamaşaçımızın sözünə qüvvət. Bax, ekranlarda verilən filmlərdən biri də odur. Bu barədə çox üzr istəyirəm bir kanalda demək olmur, amma yəni bu barədə köhnə filmlərimizi nümayiş edir. Məsəl üçün hər səhər Lider televiziyası verir. Bugün səhər-səhər görüş filmini verirdilər. Baxdım, mən baxdım, yandırdım, baxdım. Ümumiyyətlə, Azərbaycan kinosunun təbliği ilə nə qədər çox biz məşğul olsaq, yəni göstərilsə filmlər, o qədər də yaxşı olur. Mən bayaqdan tamaşaçılar zəng eləyirlər, çoxsu Qarabağla da əlaqəli. Amma mən istədim ki, bu Qarabağ problemi yaranandan, bu müharibə başlayandan vaxtaşırı Azərbaycan Film Kino Studiyası bu mövzuya müraciət edir. Bizim rejissorlar, yazarlarımız və mənim son, məsəl üçün, işlədiyim filmlərdən biri bizim hörmətli millət vəkili, mənim dostum deyə bilərəm onu, Aqil Abbasın Post əsasında Dolu filmi çəkildi. Bizim çox gənc deyərəm, Elxan Cəfərov çox gözəl bir film yarattı. Elxan gəncdir, sadəcə olaraq vaxtından əvvəl saçları ağarıb. Uşaqlıqdan çəkilir. İndi də o bir yeni film üzərində işləyir, o da Qarabağ mövzusundadır. Baxın, bu yaxınlarda Venesiyada Azərbaycan filmin böyük uğuru oldu. Bu yaydaydı deyəsən. Elçin Musaoğlu'nun Nabat filmi, o da bir tərəfdən bu Qarabağ müharibə mövzusuna, Qarabağ mövzusuna aid idi. Bu yay ümumiyyətlə neçə filmlərimiz bizim Avropa festivallarına getdi. Biz Azərbaycan Film Kino Studiyası olaraq, belə deyək də, çox şahəli mövzulara müraciət edirik. Amma şübhəsiz tamaşaçıların tələbi haqlıdır, onlar daha çox filmlər görmək istəyirlər. Əslində, bax, filmlərimizin, elə tamaşaçılarımızın da bizə zəng edən tamaşaçılarımızın da dediyi kimi filmlərimizin daha geniş göstərilməsi, insanlarımızın kinoteatrlara cəlb olunması, bunun bir tərəfi də təbliğatı bizim üzərimizə düşür. Yəqin biz yaxşı təbliğ eləmirik. Dəyərli tamaşaçılarımız, səhər çağı bitər-bitməz
biz ayrılacağıq Nahardan əvvəlin studiyasına. Mən çox istəyirəm ki, indi bir keçid eləyək, görək Səidə xanımın qonaqları gəlibmi, gəlməyibmi, vəziyyət necədir o studiyada? Səidə xanım, eşidirsiniz bizi, necəsiniz? Sabahınız xeyir olsun, sağ olun, siz necəsiniz? Çox sağ olun, təşəkkür edirəm. Biz burada kino çəkirik səhərdən. Qulaq astım mən də böyük məmnuniyyətlə və sonuncu tamaşaçının fikri ilə razılaşıram ki, hər şeyə tənqidi yanaşmaq bir qədər düzgün olmazdı. Çünki əldəki imkanlara ayrılan vəsaiti, yəni bunların hər birini nəzərə almaq lazımdır. Amma deyim ki, İllər bundan öncə çəkilən, bugünə qədər bizim tariximizin yaddaşına həkk olunan o filmləri kim yaradıb? Azərbaycan rejissorları yaradıb. Deməli, onların hər birinin bugün davamçıları var və ona görə də biz yaxşı film çəkə bilərik. Yetər ki, bunun üçün canımızdan, qanımızdan, sözün həqiqi mənasında ürəyimiz istəsin ki, bunu milyonlara nümayiş etdirəcəyik və qoyun bizə milyonların içərisindən 3-4 nəfər belə harda deyək, tənqidi fikir söyləsin. Qalan hər kəs bəyənsin. Odur ki, mən bütün rejissorlarımıza uğurlar arzuluyuram və zehn açıqlığı arzuluyuram. Bir gözəl yaratsınlar. Mən sizin fikirlərinizi alqışlayıram Səidə xanım. Mövzumuz bugünləri nədir Nahardan əvvəldə? Bugün Nahardan əvvəldə qadınlardan danışacağıq. Baxımlı qadınlardan, baxımsız qadınlardan. Ümumiyyətlə, baxımsız qadın, təbii ki, çirkin qadın yoxdur. Sadəcə hərdən bir olur da tənbəllik eləyirik özümüz. Bugün bu ilə bağlı çox gözəl bir xanımı studiyamıza dəvət eləmişik. Gülnarə xanım qonağımız olacaq və bizim daimi aşpazımız yenə də yanımda olacaq. Təranə xanım olacaq və çox gözəl bir musiqili qonağımız olacaq. Odur ki, tamaşaçılar səhər çağından sonra kanalı dəyişməsinlər və bizi izləsinlər. İzləsinlər və dadlı, duzlu, ləzzətli bir balaca kəmşirin turşməzə Nahardan əvvəli izləyərsiniz. Belə, Ayşət, bax, tamaşaçılarımız da, zəng edən tamaşaçılarımız da görürsünüz nələr istəyirlər. Mən də gəl sizin üçün biraz belə aydın oldu tamaşaçının bugünləri istəyi nədir. Aktyorlar yaxşı oynasınlar, yaxşı senari olsun və filmləri daha çox izləyə bilək. Və mövzuları dedilər. Çəkdiyim filmdə onun dedikləri mövzuya uyğundur. Aktyorlar da məndə peşəkar aktyorlardır. Yəni necə seçirsiniz aktyorları? Yeni termin var, casting. Casting nəticəsində seçirik, bəli. Casting necə demək, kimsə sizə məsləhət görür? Yox, elə olur ki, əvvəldən ssenarini yazanda... Bizdə belə qabaq, belə peşə yoxdur, amma bu xaricdən gələn peşədir. Yəni, xüsusi insanlar var ki, zövqlü, bilikli, sənətdən, aktyor oyunundan, belə deyək, anlayışı olan və hər hansı bir aktyorun imkanlarına bələd olan bir insan, o həmin o artıq məsləhət görür, hə? Rejissora, bəli, təqdim edir ki, belə bir ki, aktyor ansamblını yığır. Çünki bir aktyoru seçmək olar, amma onun yanında elə bir aktyor olmalıdır ki, ona uyğun olsun. Yəni, bir-birinin potensial imkanları. Xarici görünüşü və indi rejissorumuz da... Ayşət, sizdə o casting işlərinə kim baxır? Elə bir adam var, işləyirsiniz ondan. Ümumiyyətlə, bax, belə yeni anlamda danışsaq, kinonun prodüseri, o dediyiniz casting, daha bir neçə işlə məşğul olan. Əvvəllər bunun adır, mən bir rejissorun çiynində idi bütün bu işlər. İkinci rejissorun çiynində idi. İndi rahatlanıb, hə? Biraz məsələlər. Bəli, indi rahatlanıbdır. Düzdür, mən aktyorların ikisini elə senari yazanda artıq seçmişdim öz beynimdə. Elə onları da çəkdim. Digərini isə, bəli, ikinci rejissorum kömək elədi, çağırdı, aktyorları baxdıq, seçdik. Çəkdik. Amma sonda yenə rejissor təsdiq edir. Yadda saxlayın. Aktyorun sonda yenə rejissor. Son söz yenə rejissordur. Yəni bizim baxdığımız film əslində elə rejissorun təxəyyülü məhsuludur. Bu arada mən yenidən təşəkkürlərimi bildirmək istəyirəm. Elmət Tibb Mərkəzinə bir daha diqqətinizə yetirmək istəyirəm. Ailənizin və özünüzün sağlığında bir problem varsa və peşəkar həkimlərin, mütəxəssis həkimlərin axtarışındasınızsa, bizdən sizə məsləhət dəyərli tamaşaçılarımız. Elmət Tibb Mərkəzinə müraciət edə bilərsiniz. Çünki bu tibb mərkəzində çalışan həkimlərimiz, necə ki, bax, bizim kino işçilərimiz daha yaxşı kino çəkmək üçün xarici dövlətlərdə, xüsusilə Rusiyada təhsil alıb yenidən Azərbaycana dönürlər. Elmi tibb mərkəzində çalışan həkimlərimiz də Avropanın məşhur klinikalarında təcrübə keçirlər, daha sonra vətənə dönən həkimlərdir. Ona görə sağlıq deyəndə elə Elmi tibb mərkəzinin adı çəkilməlidir və mən xüsusilə 3-4 tarixlərində xüsusi aksiyanı bir daha diqqətinizə yetirim ki, buyura bilərsiniz. Qurban Bayramı münasibətilə bütün həkimlərin konsultasiyaları pulsuz, müayinələri isə 30% endirimlə həyata keçiriləcək. Aerobot rumbaları bir daha diqqətinizə yetirmək istəyirəm. Siz evlərinizin ideal təmizliyə sahib olmağını istəsəz, aerobot rumbalar sizə yaxından kömək eləyəcək. Gəlin indi biz video çarxlarımızı izləyək, daha sonra yenidən birlikdəyik.
Yaşadığımız və işlədiyimiz mühitdə gözlə görünməyən toz və allergenlər bizi əhatə edir. Nə yaxşı ki, indi iRobot Roomba 700 seriyası var. O, avtomatik işə düşür, ön və yan tərəfdə yerləşən kameralar vasitəsilə təmizlənəcək sahəni müəyyən edir və toplayır. Xalçaların üzərinə çıxır, dərinliyə nüfuz edərək bütün növ zibilləri yığışdırır və altında heç bir tozdan əlamət qalmır. İşıq məsrəfi sıfıra bərabərdir. Bir otaqda maksimum 25 dəqiqə işləyərək təmizliyə əmin olduqdan sonra digərinə keçir. Həftəlik proqramlanma funksiyası vasitəsilə siz evdə olmadıqda belə işə düşür, təmizləməni bitirib bazaya dönür. Döşəmə ilə təmasda yaratdığı sovurma adi toz sorandan daha güclüdür. Değerli tamaşaçılarımız, bizim unudulmaz aktyorumuz Səməndər Rızayevin bir sözü var idi. Deyir, bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib. İndi Nadir müəllim, Ayşad əzizim, bu qəliz və vacib işdə çalışdığınıza görə sizə təşəkkür edirik. Ən azından Azərbaycan kinosunun sabahı üçün iş görən insanlarsınız. Mən də sizə təşəkkür edirəm Nurani xanım, həm Lider kanalına. Çünki bura mənim üçün bir tərəfdən doğma məkandır. 94-cü ildə mən burada həm ziyarət ticarət filmində işləyərkən burada bir belə də çəkiliş meydançası yaratmışdıq. Bu binada, Liderin kanalının binasında. Təşəkkür edirəm ki, siz kinoya belə də diqqət yetirirsiniz. Və bunu da bayaq dediyim kimi təbliğ edirsiniz. Çünki bu bizim borcumuzdur televizya olaraq. Təşəkkür edirəm sizə. Medianın borcudur. Sizə də uğurlar Ayşad. Çox sağ olun Nurani xanım, minnətdaram dəvətinizə görə Lider telekanalına. Bura mənim üçün də bir doğma yerdir. Burada özüm əməkdaş olmuşam, bəli. Ona görə mənim üçün doğma yer olduğundan daha da xoş oldu. Onda Ayşad evinə xoş gəlmisən. Yenədən səni gözləyirik və sonda biz sizdən bir mahnı mütləq şəkildə istəyəcəyik. Buyurun, siz yerinizi alın. Dəyərli tamaşaçılarımız, mən geyimimiz üçün 20 yanvar metro stansiyasının yaxınlığında Yasamal tərəfə çıxışında yerləşən X-Lady mağazasına təşəkkürümü bildirirəm. Zövqlü və dəbli geyinmək istəyirsinizsə, X-Lady mağazası hər zaman sizin yolunuzu gözləyir və bizdən sizə son söz. Kinoya gedib baxmaq lazımdır dəyərli tamaşaçılar. Kinoya gedin və baxdıqlarınızı zəng edin, bizimlə də bölüşün. Özünüzdə müğayət olun, Allah amanında. Gözlerim her akşam axtarır seni, ürəyim yollarda qayıtmır evə. Sensiz dalgalarda tanımır məni, neyləyim ürəyim heç yatmır evə. Payız geldi, uçtu gitti kuşlar, sen de gittin, ah yağdı yağışlar. Payız geldi, uçtu gitti kuşlar, sen de gittin, bak yağdı yağışlar. Payız geldi, garip oldu deniz. Bu denizin gözü yaşlı sensiz. Bu denizin gözü yaşlı sensiz. Küçələr, döngələr izindən qalır. Yarpaq pıçıltısı sənin səsindir. İşıqlar zilqara gözündən qalır. Bu şirin xatirə mənim bəsimdir. Payız gəldi, uçdu getdi quşlar. Sən də getdin, bax yağdı yağışlar.
uçtu gitti kuşlar. Sen de gittin, bak yağdı yağışlar. Payız geldi, garip oldu deniz. Bu denizin gözü yaşlı sensiz. Bu denizin gözü yaşlı sensiz. Dostlarım bilirler neler çekirəm. Her akşam könlümü alırlar benim. Her zaman kapımı döyen zaman dem. Dostlarım hemdemim olurlar benim. Payız geldi, uçtu gitti kuşlar. Sen de gittin, bak yağdı yağışlar. Payız geldi, uçtu gitti kuşlar. Sen de gittin, bak yağdı yağışlar. Payız geldi, garip oldu deniz. Bu denizin gözü yaşlı sensiz. Bu denizin gözü yaşlı sensiz. Payız geldi, uçtu gitti kuşlar. Sen de gittin, bak yağdı yağışlar. Payız geldi, uçtu gitti kuşlar. Sen de gittin, bak yağdı yağışlar. Payız geldi, garip oldu deniz. Bu denizin gözü yaşlı sensiz ya. Bu denizin gözü yaşlı sensiz. Bu denizin gözü yaşlı sensiz ya. Bu denizin gözü yaşlı sensiz.